Bura Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldur. Uzun müddətdir burada qazıntı, təmir işləri həyata keçirilir. Ancaq təəssüflər olsun ki, iş o qədər uzanıb ki, insanları da canından bezdirib bu yol. Günün pik saatlarında isə tıxacdan burada hərəkət eləmək demək olar ki, mümkünsüz hala gəlir. Tıxac olur pasta. Ən çox nə vaxt olur? Səhər, axşam. Yol belə olmamışdan necə idi vəziyyət? Belə normal idi. Qazıntıya görədir tıxac. Bəli. Tıxac olur heç? Hər gün. Bu qazıntıya görə. Başqa nə var ki burada? Bax, qazıntıya görə. Neçə aydır gedir burada iş? Çoxdur. Qazıntı işi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə müraciət elədik. Hər iki qurumdan bildirildi ki, məsələnin onlarla heç bir əlaqəsi yoxdur. Odur ki, biz də üst tutduq Binəqədi rayon icra hakimiyyətinə. Qurumun açıqlamasından heç nə başa düşməsəm də, göndərdikləri açıqlamanı olduğu kimi oxuyuram, bəlkə siz nəsə anlayasınız. Bildirildi ki, tikinti planlaşdırma mərkəzi tərəfindən verilmiş sxemə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin texniki şərtlərinə əsasən qeyd edilən ünvanda yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədi ilə müvafiq razılıq alınaraq sonradan bərpa eləmək şərti ilə asfalt örtüyü sökülüb, işin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmayıb. Binəqədi rayon icra hakimiyyətinə təkrar sual ünvanladım. Burada qazıntı işini hansı qurum icra eləyib? Təəssüflər olsun ki, bu dəfə cavab ala bilmədim. Burada tək bir elan var. Müvəqqəti narahatçılığa görə üzr istəyirik. Başqa heç bir elan yoxdur. O elan da səhvdir. Çünki bizim dilimizdə narahatçılıq sözü yoxdur. Ərazidə çəkiliş elədiyimiz zaman işçilər də danışmaq istəmədi. Sadəcə bir işçidən qısa da olsa məlumat almağı bacardıq. İşi kim aparır indi? Midanın işini aparırıq biz. Midan binalarının kanalizasiyasının çəkilişini. Özəl şirkət sizdə. Özəl şirkət, bəli. Adı nə oldu şirkət? Şey inşaat. PTŞ İnşaat. Odur ki, biz də üst tutduq Mənzil İnşaatı Dövlət Agentliyinə. Ancaq təəssüflər olsun ki, zənglərimiz cavabsız qaldı. O ki qaldı özəl şirkətə, o şirkətlə də əlaqə saxlamaq mümkün olmadı.